Deməli, baxırıq ki, ədədləri oxu və qanun uyğunluğu müəyyən etdir. 80, 85, 90, 3195. Çünki görürəm ki, burada nə qədər artır? 5 artır. Deməli, 3200, 3205, 3210, 3215. Baxıram ki, 70, 80, 90 neçə artır? 10. Bunun üzərinə 10 gəlsəm 8000, 8010, 8020, 8030, 8040. 650, 6700, 650-dən 700-ə keçibsə, deməli 50 vahid artıbdır. 50-50 gələcəm. 6800, 6850, 6900, 6950. Deməli, üstündə 50 gəlsəm 7000 olacaq. Baxıram 300, 320, 340. Deməli, 20 artır. 4360, 4380, 4400, 4400 deməli 20, 4480. Baxıram 220, 215, 210. Deməli 5 azalır. 3205, 3200, 3195, 3190, 3185. 5294. Deməli, burada baxırıq ki, ədədləri əvvəlcə rəqəmlə, sonra açıq şəkildə yazın. Yaxşı, gəlin yazaq. 5294, 5 dənə minim, 5000. 2 dənə 100-üm 200, 9 dənə 10-um 90, 4 dənə də təkliyim. 2418. Yazaq 2418. 9350. Təkliyim yoxdur. Deməli 9350. Təkliyim də yoxdur, 0. 3000. 100-üm yoxdur, 0. 7 onluğum, 6 təkliyim. Yəni üstünə 3000. Üstə gəl. 0-dır 100-üm. 70 onluğum 70. 6 təkliyim 6. Gəlin baxaq indi bura. 10 dənə 50 qəpiyim var. 10 vurulsun 50. 500 qəpik, o deyilir 5 manat. 10 dənə 20'im. 200 qəpik, o deyilir 2 manat. 10 dənə 10'um. 100, o deyilir 1 manat. 10 dənə 5'im. O da 50 qəpik eləyəcək. Baxıram 5'in üstə 2, 7, 7'in üstə 1, 8 manat 50 qəpik. Keçirəm növbətisinə. 5 dənə 50'im. 250 qəpik. Yəni 2 manat 50 qəpik. 5 vurulsun 20. Yəni 100 qəpik. O deyir 1 manat. 5 dənə 10'um. 50 qəpik. 5 dənə 5'im 25 qəpik. Deməli 2 manatın üstə 3 manat 50 qəpik, üstünə də 50 qəpik gələndə 4 manat 25 qəpik. Keçək indi növbətisinə. 6 dənə 1'im 6 manat. 5 dənə 20'im 100 qəpiyim 1 manat. 8 dənə 10'um 80 qəpik. 4 dənə bu neçədir? Görmürəm bunu. 1 qəpikdir. 4 dənə də 1'im. Əgər səhv görmürəmsə 1 qəpikdir. 6 manatınsa 1 manat. 7 manat 84 qəpik. Keçək növbətisinə.
3 dənə 10-um 30 manat. 3 dənə 5-im 15 manat. 4 dənə 1-im 4 manat. 5 dənə də 50-im 250 qəpik. Yəni 2 manat 50 qəpik. 30 manatın üstə 15 manat 45, 45-in üstə 4 49, 49-un üstə 2 51 manat 50 qəpik. Keçək növbəti suala. Burada manatları 1, qəpikləri 1 toplayaq. 5-in üstə 3 8 manat. 65-in üstə 35 100 qəpik. Üstündə də 100 qəpik bu eləyir. 100 qəpiyimdə 1 manat avtomatik bu olur neçə manat? 9 manat. Gəlin baxaq növbətisinə. Və yaxud da belə alt-alta da edə bilərdik. 565 üstə gəlsin 335 belə alt-alta da toplaya bilərdiniz. Baxaq 4 manat 8 qəpik 9 manat 95 qəpik. 4 manat 88 qəpik 408 qəpikdir. 9 manat 95 qəpik 13 bir yadda 0 bir yadda 13 14 14 manat 3 qəpik. Baxın 14 manat 3 qəpik. Sonra keçək növbətisinə. 15 manat 30 qəpik 9 manat 30 qəpik. Bu asandır. 30-dan 30 çıxanda 0 qəpik qalır. 15 manatdan da 9-un çıxanda 6 manat eləyir. 14 manat. Bax bu çətin bunu eləyirsiniz də. 14 manat çıxılsın 5 manat 88 qəpik. Düzdür? Buradan 1 manatını götürürsən, yəni 100 qəpikdir də. 100-dən 88 çıxanda 12. Burada qaldı 13. 13-dən də 5 çıxanda 8 manat. Deməli, nə edir? 12 qəpik etmiş olur dostlar. Növbəti videoda artıq bunu da izah eləmişəm. Ümid edirəm ki, videomuz sizlər üçün faydalı oldu. Zəhmət olmasa kanala abunə olmağı, rəy yazmağı unutmayın. Əlavə hansı səhifələr çəkilməyini istəyirsinizsə, mütləq şəkildə qeyd edin. Bir də Azərbaycan dilindən hansı səhifələri istəyirsiniz, hansı sinifləri istəyirsiniz, düzdür. Burada uşaq kanalı olduğu üçün bizim videolarda rəy yeri çox vaxt bağlı olur. Avtomatik bağlanır YouTube tərəfindən. Amma hansısa bir videoda açıq yer görsəniz, rəy yazma yeri görsəniz, mütləq öz fikirlərinizi bildirin. Növbəti videolarda görüşmək üzrə, hələlik.